Səcdə edən adamın müəllimi deyir: "Oğlum, namaz qılmazsan Allahı eşidə bilməzsən. Çünki dünyanın səsi səni Allahın səsinə icazə verməyəcək ki, Allah eşidəsən. Çünki dünyanın hay-küyü sən eşitməyəcəksən onda Allahı ki, Allah səni çağırır. Ona görə də Allah deyib ki, 5 vaxt namazınızı qılın və həmişə məni xatırlayın. Ona görə ki, 5 vaxt insan namazı qılanda Allahı xatırlayır. Çünki Allah deyib ki, 5 vaxt namazınızı qılın və həmişə məni xatırlayın. Yoxsa insan bu dünyada hər zaman fikirləşər və heç bir zaman düzgün yol tapa bilməz. Çünki bu dünya çox cəlbedicidir. İnsan bu dünyaya çox bağlanır. Amma 5 vaxt namaz qılmaq onu bu dünyadan ayırır və həqiqətə, cənnətə aparır və onu ən yaxşı yola aparan da namaz və Quran və Allahın yolu olan kitab Qurandır. Çünki Allah yaradıb ki, insanlar doğru yol tapsın. Peyğəmbərləri ilə göndərib o kitabı və insanların bəziləri o düzgün yol tapa bilər. Çünki onların niyyəti təmiz və ürəkləri təmizdir. Amma bəziləri tapa bilməz. İnsanın öz seçimidir. Hansı yolla gedəcək, hansı yolla getməyəcək. Oğlum, pislik olduğu qədər də yaxşılıq da olacaq. Sən unutma, hər zaman yaxşılıq və pislik olacaq və pislik olduğu qədər də yaxşılıq da qalib gələcək. Allahın istəyi ilə yaxşılıq qalib gələcək. Sonda unutma, hər zaman yaxşılıq qalib gələr. Çünki Allahın istədiyi insanlara yaxşılıq və hər canlıya yaxşılıq etməkdir. Heç kimsəyə pislik etməməkdir. Ona görə də hər zaman yaxşılığın tərəfində olun. Pisliyin tərəfində olmayın. Heç kimsəyə zərər verməyin. Zərər verəni görəndə deyin ki, zərər vermə, sən bununla nə əldə edəcəksən? Ona görə də həmişə yaxşının tərəfində olun. Çünki Allah yaxşılıq və hamıya yaxşılıq edəni sevər. Çünki onun niyyəti təmiz, ürəyi də təmizdir. Amma Allah pislik edəni sevməz. Ona görə ki, o həmişə hamıya bir pislik edir və onun ürəyi qapqaradır və Allah onu nə qədər doğru yola yönəltmək istəsə də, o heç vaxt doğru yola yönəlməz. Allah heç vaxt heç kimsədən ümidini üzməz, amma insan Allahdan ümidini üzməməlidir. Çünki ümid insanı ayaqda saxlayan ümiddir. Sənin də ümidin yalnız Allaha bağlı olsun. Ona görə də ən yaxşı yol Allahı həmişə xatırlamaqdır. Allahı xatırlayan insan bu dünyanın bütün zülmünü və yorğunluğunu unudar və o həmişə rahat olar. Çünki Allahı xatırlamaq insanı çox rahatladan və insanın yorğunluğunu alandır. Çünki insan bilər ki, əsl dünya bu deyil. Əsl dünya cənnətdir. Əsl dünya odur. Hardan insan gəlibsə, ora mütləq qayıdacaq. Heç kimsə oğlum bunu dəyişdirə bilməz. Çünki bu mümkün deyil oğlum. Səcdə edən adam müəlliminə deyir: "Müəllim, ölümsüzlüyün çarəsini tapmış ola bilərlərmi insanlar?" Müəllim deyir: "Bəli, oğlum, tapmış ola bilərlər. Çünki burası dünyadır. Bu dünyada hər şey ola bilər. Bizim görə bildiyimiz, görə bilmədiyimiz bu dünyada hər şey var, oğlum. Sadəcə insan fikirləşəndə heyrətlənir ki, bu boyda kainat necə yaranıb? Onu yalnız Allah bilir. Biz sadəcə təxmin edə bilərik. Amma Allah hər şeyi necə yaratdığını ən yaxşı bilər. Çünki o yaradıb hər şeyi. Bütün canlıları, bütün cansızları, bütün hər şeyi. Yerdəki ot biz sadəcə taftalayıb keçirik. Amma o ot bir canlının yeməyidir və o canlının yediyi ot tərtəmiz bir süsə çevrilir. Bu Allahın möcüzəsidir, oğlum. Başqa heç bir şey. İnana bilməz bir böyük bir hikmətdir. Yəni sən yerdəki otun bomboş bir ot olduğunu fikirləşirsən, amma o Allahın yaratdığı ən gözəl nemətdir. Yəni biz o otu keçirik, əzib boş veririk ki, otdur, nəysə, amma bir canlı onu yeyir və sonra biz də o canlının sütünü yeyirik. Yəni sütü tərtəmiz və ağappaq yaradan Allah gör nə boyda hikmət sahibidir ki, o sadəcə bizim boş verdiyimiz bir ot parçasını sütə çevirir və o süt tərtəmiz və ağappaq olur və insana çox xeyirli olur. Amma insanın yaratdığı və düzəltdiyi şey insana çox az xeyir edir. Çünki insan özünə ən yaxşı və ən gözəlini bilməz. Onu ən yaxşısını Allah bilər, insana ən gözəlini. Məsələn, oğlum, sən gedib bazardan bir nəsə alırsan və o meyvəni tərtəmiz və heç bir qatqı qatılmadan sadəcə ağacda böyüyüb. Yəni insan qatqı qatmayıb.
bir dərman vurmayıb. Sadəcə Allahın istəyi ilə böyüyən bir bitkidir. O insan o bitkini, meyvəsini yeyəndə ona heç bir zərər olmur, çox xeyri olur. Amma insanın öz düzəltdiyi, qatqı qatdığı bitkini insan yeyəndə insan narahat olur. Çünki insan ona hər cür maddəni qatır. O meyvə çürüməsin deyə insanla hər cür maddəni qatır və insanın sağlamlığını fikirləşmir. Bəzi insanlar sadəcə deyirlər ki, bu meyvə satılsın və uzun qalsın, çürüməsin və onu satılsın və pulum olsun deyirlər. Amma Allah sadəcə meyvəni yaradır. Allahın yaratdığı meyvə ən təmiz və ən gözəl halı ilə insana çatar. Əgər insan qatqı qatmasa və kimyəvi dərmanlar insan meyvəyə çox vuranda, meyvədə heç bir şey olmur, amma meyvənin üstü tərtəmiz olduğunu fikirləşər insan. Deyər ki, nə gözəl meyvədir, amma onu yeyəndən sonra narahat olar və deyər ki, mən bu meyvədən artıq almayım. Amma ən təmizi Allahın yaratdığı meyvədir. Hər türlü meyvəni Allah yaradır, amma insan ona dərman vurduğu üçün meyvəni artıq dərmanladığı üçün də meyvə çox kimyəvi dərmanlar olur və meyvə artıq öz dadını itirir və meyvənin dadı çox pis olur. Amma Allahın yaratdığı saf meyvə əsl dadlı olandır. Oğlum, ən dadlı meyvəni Allah özü yaradır, dərmansız və kimyəvi qatqısız. Çünki Allah insanın nə istədiyini bilir və ən gözəl meyvələr də yaradır. İnsan öz axtardığı meyvəni rahat tapır. Amma onun dərmanlı olub olmadığını bilmir. Amma insan ən təmiz meyvələri istəyirsə, Allahın yaratdığı meyvələrdən yesin. Hər meyvəni Allah yaradır, hə oğlum, amma insanın bəzən meyvələrə qatqı qatdığı da var. Yəni insan bir meyvəyə çox qatqı qatarsa, o meyvə dadı da qaçar və insan onu yeyəndə deyər ki, bu niyə belə dadı var? Ona görə ki, kimyəvi qatqılar çox tökürlər bəzi meyvələrə. Ən az kimyəvi qatqı tökülən ən yaxşı dadı olandır. Hansı meyvəyə olursa olsun, kimyəvi qatqı çox tökülən zaman oğlum, o meyvənin dadı dəyişər və insan lap köhnə illərki kimi o meyvəni yeyəndə eyni dadı ala bilməz. Çünki o vaxt dərman heç vaxt tökməzlərdi. Töksələr daha tökərlərdi və dərmanlara da çox kimyəvi qatqı yox idi. Hamımızın bildiyi dərmanlar idi. Amma illərcə hər şey dəyişdi. İnsanlar daha ucuz olsun deyə kimyəvi qatqılar qatdı. Ona görə də meyvələrin və aldığımız hər şeyin dadı dəyişib. Bəlkə illər keçdikcə daha çox dəyişəcək. Hər şey artıq kimyəvi qatqı olacaq və həqiqi dadı artıq hamımız unudub kimyəvi qatqılara daha çox üstünlük verəcəyik. Çünki elə biləcəyik ki, əsl dad budur, amma əsl dad o deyil. Lap çoxdankı illərdəki dad artıq gedibdir. Artıq hamı kimyəvi qatqılar qatır hər şeyə, hər yeməyə, istər meyvə olsun, istər hər bir şey. Artıq kimyəvi qatqı qatılır. Mən bir çörək alanda içinə 1000 dənə yazı yazırlar. Oğlum, baxa-baxa qalmışam. Su, çörək durur lazımdır ona sadəcə. Buna niyə bu qədər qatırlar? Ondan sonra da daha deyirəm ki, almayacağım, amma çarəsizlikdir, yenə də alıram. Amma daha az almağa çalışmaq lazımdır ki, kimyəvi qatqılar insana zərər verə bilər. Ona görə də ən yaxşısı evdə bişənlərdir. Amma əgər ən yaxşısını axtarsan, çətin taparsan. Amma ən yaxşısını tapmaq istəyirsən, özün bişirməlisən, oğlum. İndi hər şey qatqı qatıblar. Bir çörəyin içinə o qədər çox şey yazıblar, oxumaq da olmur artıq. Məsələn, oğlum, sən nəsə alanda deyirsən ki, bu yaxşıdır. Yox, artıq heç hər şey yaxşı deyil. Hər şeyin içində bir qatqı var, bir şey var. Bizim bildiyimiz, bilmədiyimiz hər şey qatırlar. Biz də elə bilirik yaxşıdır. Artıq hər şeyə bir qatqı atdıqları üçün insanlar daha çox xəstələnir və biz o qatqıları hələ yeyirik, amma bilmirik içinə nə qatılır. Özdə yazıları çox balaca qoyurlar. Bilmədiyimiz min tür şey yazırlar. Ona görə də oğlum, əlindən gələrsə evdəki bişən hər şey ən yaxşısıdır. Çünki ev yeməyi hər şey bilinər ki, içinə nə qatılıb. Duzunu və yağını bilərsən nə var, nə yox. Amma yağı da artıq qatqı qatılıb. Hətta bala belə qatqı qatılıb. İnsan bilməz. Qatqısız ərzaq, meyvə hardan tapmaq olar. Amma ən yaxşısını, ən dadlı və ən təzə olanıdır və qatqısızıdır. Abunə olun, ailəmizdə qalsın. Hər kəsə təşəkkürlər.